böyük başa çatdığım kəndimizdə, Gözəl Kəhriz kəndindəyəm. Həm də xanımın ev muzeyini ziyarət eləməyə gəlmişik. Burada bizim uşaqlığımız keçir. Buranı həmişə məktəb vaxtında gəlib ziyarət edirdik. Bütün məlumatları burada alırdıq. İndi şükür ki, ömür gedib, yaşa dolmuşuq. İndi 43 yaşında bir də həmin yeri ziyarət edirəm. Həqiqətən də Həmidə xanım bizim bu kəndin qurucularından olub və dahi şəxsiyyətdir. O cümlədən də Cəlil Məmmədquluzadə həyat yoldaşı olub. Bildiyimiz kimi Cəlil Məmmədquluzadə də dramaturq olub. Onun da gözəl hekayələri, əsərləri var. Bugün də çox gözəl qorunub saxlanılır muzeyimiz, həqiqətən. Bu gündəki neçə illər keçdiyinə baxmayaraq bizim bu muzey qorunub saxlanılıb və inkişaf edir, günü-gündən də inkişaf edir. Həm xarici ölkələrdən, o cümlədən məktəblərdən, digər kəndlərdən bizim bu muzeyi ziyarətə gəlirlər. Bizim üçün də çox qürur verici həqiqətən də andır ki, bizim gözəl kəndimizdə belə bir məkan var, belə bir muzey var. Tariximizi, keçmişimizi, o cümlədən bizim neçə illər bundan öncə yaşamış Cavanşir xanın evi qorunub saxlanır və muzey kimi fəaliyyət göstərir və çox şadam ki, hətta xaricdən gələn qonaqlar da bu məkanı ziyarət edir, buradan məlumatlar toplayır. Sağ olsun müəllimə də onları gözəl izah edir, başa salır və məlumatlandırır. Mən də sizi salamlayıram, xoş gəlmişsiniz bizim ev muzeyinə, Həmidə xanımın ev muzeyinə və biz də sizi izləyirik, baxırıq, fəxr edirik. Kəhrizlərin belə oğulları var. Çox sağ olun Zeynəb müəllim. İndi şairimiz öz kitabını təqdim eləsin direktorumuza. Ümidvarıq ki, o kitab da burada qalar, gələcək nəsillər inşallah faydalanar o.